Salam uşaqlar, deməli sizə çox qısa şəkildə izoxor, izobar və izotermik prosesləri göstərəcəm. Gəlin qaba müəyyən qədər qaz əlavə eləyək. Müəyyən qədər qazı əlavə elədik. Hal-hazırda temperatur 300 Kelvindir. İlk olaraq gəlin başlayaq birinci prosesimizdən, izoxor proses. Qabın həcmi dəyişmir. Qabın həcmi dəyişmir, bu izoxor proses deməkdir. Qapalı qab, şüşə balon. İndi gəlin bunu qızdıraq. Qabı qızdırıram. Qabı qızdırdıqda gördüyünüz kimi temperatur artdı 557 Kelvinə və təzyiq artdı 38,4 atmosferə. Biraz da artırsam 44,3 atmosferə. Yəni temperaturun artması ilə, yəni həcmin sabit qiymətində sənin temperaturun nə qədər artırsa, qaz molekullarının hərəkət sürəti artır və təzyiq artır. V konstant olduqda P ilə T bir-biri ilə düz asılıdır. Bu birinci məsələmiz, yəni izoxor prosesimiz. Keçdik növbəti prosesimizə. Gəlin yenə müəyyən qədər qaz molekullarını əlavə eləyək qabın içərisinə. Keçək növbəti bir vəziyyətimizə. İndi temperaturu sabit saxlayırıq. İzotermik proses. İzotermik prosesdə baxaq görək həcmin azalması ilə nə olur? Həcm azaldıqda görürük ki, buradakı sıxlıq artır və təzyiq artır. 34 atmosferə qədər təzyiq artdı. İndi həcmi artırıram. Həcmin artmağı gördük ki, sıxlıq azaldı və təzyiq azaldı. Onda buradan belə bir nəticə əldə edirik ki, əgər T konstantdırsa, P və V bir-biri ilə tərs asılıdır. Biz bunu vizual şəkildə müşahidə edə bilirik. Belə. Sonra keçək növbəti üçüncü məsələmizə görə. Üçüncü məsələ nə idi? Yenə də müəyyən qədər qaz artıraq. İndi bu dəfə gəlin təzyiqi sabit saxlayaq. Saxladıq təzyiqi sabit. Təzyiqi sabit saxlayaq, gəlin qabı qızdıraq. Bax, 27,2 atmosferlik bir təzyiq var. Qabı qızdırıram. Qızdıran kimi neynir? Avtomatik genişlənir. Genişlənir ki, bu 27,2 atmosferlik təzyiq sabit qala bilsin. Deməli, izobar qızma və izobar genişlənmə eyni şeydir. Və yaxud da izobar soyuma və izobar sıxılma eyni şeydir. Bax, gördüyümüz kimi qızdırıram, genişlənir, soyuduram, sıxılır. Çünki bir də təkrar qeyd edirəm, izobar genişlənmə, izobar sıxılma, izobar genişlənmə ilə izobar qızma eyni şeydir. İzobar sıxılma ilə isə izobar soyuma eyni şeydir. Burada təzyiqimiz sabit qaldı. Belə, bu qədər. Və bir şey də qeyd edə bilərik ki, eyni, yəni müxtəlif iki dənə qaz molekullarından, baxın bura, molyar kütləsi kiçik olanın hərəkət sürəti böyükdür. Bax, hər ikisinin temperaturu 300 Kelvindir. Amma hansının ki, molyar kütləsi balacadır, onun hərəkət sürəti böyükdür. V-miz kök altında 3RT bölü M idi də. M-dən tərs asıllıq var idi. Bax, bunu biz vizual olaraq müşahidə edə bilirik. Bu məsələ belə. Və bir şey də göstərək. Deməli, həcmin sabit qiymətində gördük ki, əgər vahid həcmdəki molekul sayı nə qədər çoxdursa, onun sıxlığı o qədər çoxdur. Bir şey də göstərəcəm. Əgər biz həcmi azaldırıqsa, baxın, sıxlıq avtomatik artır. Yəni, həcmin azalması sıxlığı və konsentrasiyanı artırır. Həcmin artması isə sıxlığı və ya konsentrasiyanı azaldır. Bunu artıq biz vizual olaraq gördük.